Salam əzizləyicilər, əziz fermerlər. Bu günləri şum altına leonardit vermək olarmı? Amofosla leonarditi birgə vermək olarmı? O haqda danışacağam. Ümumiyyətlə, leonardit üzvü mənşəli bir gübrədir. Tərkibində humik, fulvik və digər bitkiyə lazım olan elementlər də var. Bəli, leonardit şum altına vermək olar və leonarditlə də birlikdə amofosu da vermək olar. Faydası ondan ibarətdir ki, leonardit torpağın mikroorqanizmini fəallığını artıracaq. Ora verdiyimiz amofos və yaxud da nitromofoz və yaxud da ki, digər amofosqa, digər verdiyimiz elementlər bitkilər tərəfindən daha yaxşı mənimsəniləcək. Ümumiyyətlə, mənim fermerlərə, sahibkarlara da sözüm buradadır ki, çalışın torpaqlarınızın canlılığını itirməyin. Əgər torpağınızın canlılığı itsə, torpağınızın mikroorqanizmləri ölsə, artıq ora indən belə 100 ton amofos da versəniz, fayda etməyəcək. Çalışın torpağın canlılığını qoruyun. Və leonardit də özü üzvü mənşəli gübrə olduğu üçün torpağın canlılığını artırır, bitkilərin qida maddələrinə olan o tələbatın mənimsəməyinə şərait yaradır. Əgər torpağın humusu olmasa, torpağın mikroorqanizm canlılığı yaxşı olmasa, bizim ora verdiyimiz gübrələr artıq bir müddət sonra bitki onu mənimsəməyəcək. Çalışağın torpaqlarımızın canlılığını artırağın, torpaq analizi elətdirəyin, çalışın və torpaq analizi elətdirin. O torpaq analizinə aid də əlavə video rolik hazırlayacağım. İnşallah ki, torpaq analizi niyə lazımdır? Ümumiyyətlə, torpaq analizi mütləq elətdirilməlidir. Mütləq səhifəmi izləyin. Torpaq analizi elətdirilməsi, necə elətdirə bilərsiniz? Mənə müraciət edə bilərsiniz o haqda da, ümumiyyətlə. Videoda hamısını izah edəcəm. Sağ olun, var olun, Allah amanında qalın, sağ, salamat.